Deməli, çatdığımız yerdən bura qatar stansiyasıdır. Qatar stansiyasından gedəcəyimiz yeri təzədən sizə göstərəcəm. 8 kilometrdir və dağı qalxacağıq. Orada bir dənə abidə var, malikanə var, onu göstərəcəm sizə. İndi həmin yeri göstərirəm, həmin dağı qalxacağımız dağı göstərirəm. Bir uzaqdan baxın. Həmin bəhs elədiyim dağ budur. Qarşıdakı dağ, hətta dumandan başındakı dağın başındakı şeylər görsənmir. Mənsur, sənə bir dənə sualım var. Buyur. Birdən qarşımıza ay çıxsa, səncə ayların sürəti nə qədərdir? Deməli, ay çıxsa, zarafatsız. Bir dənə fakt deyim sizə. Aha. Aydan qaçmaq... Papaqan. Şaxan fişim çıxıb. Aydan qaçmağın iki yolu var. Əgər ağ aydısa, o polibomun sürətli ondan qaça bilməyəcəksiniz. Boz aydan da qaça bilməyəcəksiniz. Biz siz neyinin? Ümumiyyətlə, bilək məşq eləyin. Həqiqətən, bu faktdır. Deməli, əlinizi ay gəldi. Qaça bilmirsiniz də. Əliniz güclü olmalıdır. Yumruğu belə vurursunuz. Dilini tutursunuz dilini. Öyle. Dilini tutursunuz, onu boğursunuz bir dəqiqədən. Prosta əlinizi zırıq-zırıq eləyəcək. Ona görə bilək güclü olmalı. Bizim əlimiz nazikdir. Biz aydan qaça bilməyəcəyik. Biz qaça bilməyəcəyik. Biz qoyacağıq ki, ay gəl bizi yer. Yəni Ramil deyir qışqırıq çıxar, o şey boş söhbət. Eynən, səs. Mən oxumuşam ki, aydan səs eləyəndə aylar o qədər səssizlik yaşamış. Ən ideal yolu sağırsınız, dilini tutursunuz, boğursunuz. Bu başqa, yəni yolu yoxdur bunun. Bunun təəssüf ki, başqa elmi... Buradakı loqonu da göstər. WVR bu universitetin loqosudur. Bunu çıxardıram, bu çox biləhət görünür. Çıxart. Buradan mənzərə çox super görsənir. Qoyun sizə də göstərim. Buranın mənzərəsi belədir, belə məhlə kimi yerdir. Düşürük, buradan belə dağ görsənir. Uy. Bu arada mən bir dənə məlumatı sizə çatdırmaq istəyirəm. Qonur ayı ortalama 56-54 km sürətlə qaçır, amma ağ ayı 50 km sürətlə qaçır. İnsanın ortalama sürəti də ən sürətliləri kənara qoysaq ortalama 25 km sürətdir. Yəni bizim ayı görsək heç şansımız yoxdur ki, qaça bilək. Yəni qaçmaqla canımızı qurtarmayacaq. Dilini tutursunuz. Ya dilini tutmalıyıq, ya da ki qışqırmalıyıq. Ya qışqırmaq xeyr eləmir. Dil tutmaq. Dilini tutun, boğun öldürün yəni. Öz kontentin olsun. Yox, mən nə deyirlər ona? Kopyalayanı nə deyirdilər? Plagiat. Mən plagiat olmağı xoşlayıram. Yəni qabaqdakı japkanı tapdıq. Bayaqki japkaya girdik, dedilər ki, bağlıdır. İndi başqa japka axtarışına. Burada Santander bak gəlib bura çıxıba kişi. Santander. İspanlar qan edir. Gəlir bura. Hansısa bir dağ. Mən əlimi hiss eləmirəm bu arada. Japkaya gəldik, axırki japkanı tapdıq. Ümid edirəm burada bağlı olmaz. Tamam, yoxla. Burada girəcəyi. Aha, deyəsən asıqdır. Yemək yeyək, geri dövüşəcəyik. Bəli, nə aldıq? 2 dənə enerji kit aldıq, dağda lazım olacaq. Bir də yemək aldıq, içmək üçün. Bagetka şeyləri ki, yeyək. Bunu buzlusuz soyuğunu alırdı. İmkan vermədim ki, olmaz bu yəni. Baxın dostlar, burada -3 dərəcə. Plagiatım, bax öyrətdim ki, burada bir dənə qəşəng tema var, o saat ki durdu da çəkdi. Eynən, jurnalistimiz Mənsur bəy. Sənin mən YouTube'a şikayət edəcəm, Meta'ya. Copywriting, hə? Bu Mark Zuckerberg. Aidiyyatı qurumlara şikayət edəcəm. Nə plagiat? Aniyədə plagiat elə. Gün görəndə sevinirik. Gün görəndə sevinirik. Arxa tərəfi göstəreyim, görsənməyəcək təbii ki. Bir dənə düz gedəcəyik Mənsur. Düz, prosto maşın yoxdur, keçə bilərsən. Yol bu cür nədir? Hələ ki, neçə kilometr getmişik? 1 kilometr getmişik. 7 qalıb ha. 7 qalıb ha. 7.8 yoxsa? Yəqin ki 7.8. Çünki 8.8 gəlirdi. Eynən, düz şeydən o maşın sürüşdü. Plagiat olmasın deyə fərqli bir şey çəkirəm. Əlimə attım telefonu, bunu çəkim. Boş şeydir, bir ürün bu çıxartdı elə. Mən çəkirəm. Allah, yox. Burada kirpidir. Yejik deyirlər bunlar. Yejik pivə içir. Yejik kurva. Biz davam edirik. Arxadan mənzərə bu cürdür. Burada adamlar var, bu izə gedir. Səhv gedirsiniz, ay qaş. Səhv gedirsiniz, dağ bu bir tərəfdədir. Bəlkə biz səhv gedirik. Biz olar bizimki. Onların paltarına bilirik ki, onlar dağa qalxırlar.
Həyət evlərini göstərmək istəyirəm. Belə traktor olanlar. Garajları da var əslində. Amma içəridədir. Yəni maşınları içəridə ən çox saxlayırlar. Bu da getdiyimiz yerdir. Aşağıya düşməliydik. Qoy indi baxıb deyərəm sənə. Aha, burada qartal da var. Beşiktaşlılar səs eləyin. Bu da bizim səyyahımız, jurnalistimiz. Ben neye seçtim? Donur ve burada ayağım şeyi burcu işlemir. Məndə də eyni vəziyyət. Sadece dağı çeker. Buradan böyle üz aşağı məhlə. Bəli, bəli. İsmail'e oxşur. İsmail yox, aha qariti. Qariti ağ renkdə olduğuna görə dedim var. Şey, canavarı boğan it. Canavarı boğan idayısı oldu. Bir Tinderland'ın bir yana oyunu var. The Long Dark. Kanadada keçir və Kanadanın qış aylarında qarlıda havalarda həyatda qalırsan və insan ayağının dəymədiyi yerlər, ancaq insanların yaydan gəldiyi, yazdan gəlib getdiyi yerə görevli olursan, meşəbəyi olursan, orada həyatda qalmağa çalışırsan. Bu vibe bildiyin onun vibe'ına oxşadı. Burada da xəritəmiz var. Bir dənə xəritəyə baxaq. Əla. Bir dənə başa düşdüyüm şey budur ki, to yesterday buradasınız deməkdir. İşte, biz də hara qalxırıq? Yəqin ki, bura. Bizim getdiyimiz yer buradır. Burada. Buradan belə gedəcəyik. Biz buradayıq. Biz hara gedirik bura? Bura. Oy. Şiyejne 6 Koti. kilometre qalıb da, hal-hazırda. Eynən 6'dan biraz az. 5.8, 5.9 kilometre olmalı. kilometre gəlmişik. Eynən, vaxt da uçur. Yəni yaxşı gedir. Vaxt pis getmir. Ha, 1 saat yolda. Sola dönürük sağa. O indi baxıram. Məncə solla gedəcəyik. Əmin deyiləm, baxaq indi. Və davam eləyirik. Bir dənə çay səsi gəldi. Oh, yıxılmışdım. Çay. Bizdən qabaqda da gedən adamlar var bu arada. Hə, əla. Elə bir dikanca biz gedik. Ay gəlsə indi əlimizi rastlığa verməyək. Əlimizi girdi dilinə zad nasıl olacaq əlimiz sonra yıkanız. Aa, Sürüşkəndi ayının. tapdım. Bilirəm, hə, düz gedəcəyik. Prosta mən çayı çəkmək istəyirəm. Əlimdə ağac da var bu arada. Hə, düz getməliyik. Burada körpü də var, hə? Bir dənə körpüyə baxaq. Körpü yoxdur. Hə, buradakı körpü. Burada körpü olub qırılıb 100%. Burada belə waterfall da var. Şəlalə. Davam edirik. Mənsur uzaqlaşma. Mənsur yoxa çıxıb. Hara qaçırsan? Tez gəl. Gəldim. Əslində yol rahat deyə, sadəcə qar çox çətinləşdirir. Eynən. Sürüşü qoymur çox sürətli hərəkət eləyəsən. Eynən, ehtiyatlı olmağı şey eləyir, tələb eləyir. Məşhur bələdçi Mənsur. Dağlar oğlu. Hardan gəldiyimdən bəri bəlli olmayan məlumatlarından biridir amma yəni sənin nə sözün var deməyəcəm onu burada. Mənbə deyim də kimdir? Rəşad Sadiqovun avtoqolu. Yox, Samir Abbasovun çası. Əla, bu daha yaxşı idi. İndi biz bu izə getməliyik. Burada çünki ox bu izi göstərir. Yox, burada göy oxdur da burada. 100%. Yaxşı, baxıram indi. Enerji iskisi almışdıq. İsi artıq buzdur. Bilmirəm, görsənir yoxsa yox. Artıq buzlaşıb. Şəkildə qoyacam. Qarın səviyyəsi də əməllicə qalxıb. Yəni belə getdikcə güclük çəkilir. Lənətə gəlmiş telefon, lənətə gəlmiş baterkası yenə zəif olduğuna görə, 13% qaldığına görə mən burada videonu şey eləyə bilmirəm. Burada səyyahlarımız, burada Maşin Medvedin evi. Bir də bu cür nə qəşəng mənzərələr, əla. Sadəcə dadını çıxartmaq istəyirəm telefonu kənara qoyub. Buna bax. Donub, buzlayıb artıq. Bu nədir? Bayaqki dediyimiz. Səndəki də amma donmur. Mənimki donmur, yox. Mənimki niyə donmur elə? Bilmirəm valla. Gəldin çalxalar. Çalxaladım da. Ön kamera ilə bığımı göstərmək istəyirəm.
və burnumun içində artıq buz kristalları var. Və bura gün düşmür. Çox maraqlıdır. Bayaqları gün gözümüzü deşirdi. Bura gün düşmür və yəqin ona görə də qarın santimetri daha çoxdur. Daha hündürdür. Böyle arxamız da bu cürünə görsənir. Evlərin buz hissələrini göstərirəm sizə. Bir də belə bir mənzərə var. Bütün Polşa görsənir. İstədim qarın qalınlığını da sizə göstəreyim. Bu da skameykaların üzərindəki qalın qarınlığı. Və biz hələ də qalxırıq. Mövcüyə qayalıq yerlərə gəlmişik, belə uçurumdur. Ani bir diqqətsizlik hansısa birimizin ölümünə səbəb olar. Ona görə mən telefonu yığışdırırım. Və nəhayət Viktor Frankenstein'in məbədinə gəldik, çatdıq. Dağın ən yüksək yerindədir. Buradan bütün Polşa demək olar görsənir. Və hava -7 dərəcədir. Oba, buradan buludlar necə gözəl görünür. Əla. Gün təpədə olmağına rəğmən -7'dir. Təzyiqimin düşəcəyini güman eləyirdim, amma olmadı. Çox əla. Bu da Frankenstein'in məbədi. Əgər mümkün olsa bu məbədin içinə girəcəyik. Mənzərəni sizə göstərmək istəyirəm. Və burada üzü bu tərəfdən gəlmişik. Burada yarğanı falan göstərim sizə. Burada göl də var hətta aşağıda. Burada teras da var, şəkil çəkdirməyə falan. Yəqin ki orada gedəcəyik. Oradan da gedirlər harasa bax. Eynən, buradan davamı var, dağın davamı var. Biz davam eləyək də məncə, çünki buludları görmək istəyirəm. Dağa qalxdıqca belə mənzərələrdə mükəmməldir. Kameradan yapışıram, orada da bir bulud da o, dağ deyilmiş, buludmuş, neyse. Satırıq, yavaş-yavaş binaya. Bir də nəzərinizə çatdırmaq istədiyim bir şey var. Burada 100% axşam çovğunu olub. Çünki ağacların üzərindəki qar dənəcikləri və eynən yerdəki qar yığımından hiss olunur ki, küləkli qar yağıb və bunun nəticəsində qarlar bir istiqamətdə olub. Qayıtdığımız yol bu arada maşın yoludur, fərqli yoldur. Və meşəlik seyrəkdir. Bunu digər hissələrdən də görə bilərsiniz. Amma mənzərəsi həqiqətən dəhşətdir, möhtəşəmdir. Bu Frankenstein'i vurgulamamın səbəbi bu yaxınlarda Frankenstein'in kinosuna və kitabını oxumuşam. Ona görə nə gördüm əlaqələndirirəm dəxlisiz şəkildə. Və mənzərə arxadan bu cür görsənir. Belə. Videonu yekunlaşdırmaq qərarına gəldik. Çünki gölləsi başqa şey yoxdur da, zirvədəyik. Neysə, buranı kəsəcəm. Eynən. Mənsur, fikirlərimi alaq. Bayaqlar sən mənim fikirlərimi aldın, indi də sənin fikirlərimi alaq. Yəni mütləq dağa qalxmaq lazımdır. Bu bir dənə fikri deyim ki, dağa qalxmaq lazımdır, amma qışın tam da soyuq olmayan, amma qarlı havada qalxmaq lazımdır. Yəni Şahdağ da süni qardır da indi, amma həqiqi qarla qalxmaq daha əyləncəlidir, daha yaxşıdır, daha çətindir, amma daha adrenalin doludur. Və daha maraqlıdır. Daha maraqlıdır. Bəli, çətindir, ayağımız donur, bir barmağınızı bəlkə də kəsəcəklər, bilmirəm, yəni hiss edirsən soyuğu, birazını keçir, alışırsan və bu insana güc verir, insana motivasiya verir, belə deyək. İnsana, yəni də donurduq biz başlayanda, indi amma ən belə soyuq yerdə biz başında -1'də donurduq. İndi -6'da rahat gəzirik. Bu adama motivasiya verir, yəni insan hər şeyi deməyə alışa bilir. Eynən, bu arada Vroslavda qar yoxdur. Biz Polşaya Vroslavda ən azından qarı görən ilk adamlar ola bilərik də, yəni. Bəli. Ola bilərik. Bu çətinliyə rəğmən bunu bacardıq, bu böyük fəxrdir.
zirvəni fəth Eynən, edirik. zirvədəyik. Mənim ən böyük Bayrağı arzum gətirmədik. Hə. Kaş bayrağı gətirərdik. Azərbaycan bayrağını bu zirvədə şəkil Mənim ən çəkdirərdik. böyük arzum Everestə çıxmaq. Orada ciddiyəm. Məzələnmə. Vallahi ən böyük arzum Everestə çıxmaqdır. Çadır zadal. Nə vaxtsa başlanğıcı çadırın yeridir. Şey yaz çadırını değil mi? Qəşəng. Danışığına bax. Başlanğıcı budur. İndi axırda Everest olar, görək. İnşallah. Görək. Azərbaycanda hansı dağa dırmaşmısan? Ha, Hansı dağa? adını demək istəmirəm. Niyə? Demək istəmirəm. Gizlindir. Papaqlı dağ. O nə dağıdır? Ha, bilmirsən də onu sən. Qəşəng. Heç nə videonu yekunlaşdırdım. Əgər qaydamda Mənim yox. maraqlı bir şey olsa, mən yenidən sizin göstərməyə çalışacağam. Videomu izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olub və Mənsurun da kanalını etiketləyəcəm. Bəli, bəli. Və şərh hissəsində də mənə şərh yazacaq, yaxşı şərh yazacaq. Bəli. Hə, deməyib amma boynuna qoyuram. Oradan da keçid eləyə bilərsiniz onun kanalına. Sağ olun, yeni videolarda görüşmək ümidilə. Sağ olun, sağ olun.